Vahid, dediyin yeniliklər nədən ibarətdir? Yenilik odur ki, həmin ərazilərdə müxtəlif quruluşlar, faydalı qazıntı süxurları yaranacaq. Metallurgiya inkişaf edəcək. Bax gör, böyük yaradanın 30 avqust 1999-cu il tarixli deyimləri bu cürdür. O ildən, apreldən, türklərdə dəmirdən, yerdən dəmirdən, laylardan dəmirdən, günəş ortada duranda, saat 4 olanda, cənubi-qərb istiqamətindən, o dağlardan, o daşlardan, daşlar dəmirdən böyük binalar qurulacaq, qazanlar asılacaq. Qazanlarda daş qaynayacaq. Türklərdə sənaye qurulacaq. Daşlar əriyib dəmir olacaq. Dəmir qara olacaq. 2011-dən daşdan dəmir olacaq. O dəmir sarı olacaq. Daş əriyib dəmir olacaq. O dəmirlə böyük binalar olacaq. Borulardan tüstülər qalxacaq. İnsanlar olacaq. Gözləri gülər olacaq. Simaları gülümsər olacaq. O dövlət dövlətli olacaq. Çox metallar, dəmirlər olacaq. Vahid, 23 sentyabr 1999-cu il tarixindəki deyimlərinin axırında böyük yaradan xəbərdarlıq edir ki, o qatlar tam yeniləşənəcən dartınma olar. Aram-aram dartınmada olar. Səncə bu, o əraziyə çox bəlalar gətirərmi? Yox, əksinə. Bax gör, böyük yaradanın başqa bir deyimi nə cürdür? Türklərdə tərpənmə yen olacaq. Dövlətin ucqarında olacaq. Qərb arasında, o istiqamətdə olacaq. Türkün 3 dənizinin birindən işıq olacaq. Orta dənizdən işıq olacaq. O dövlətə dənizdən başlayan işıq olacaq. O dövlət çox işıqlı olacaq. Bəs o Spitak zəlzələsi necə? O xəbərdarlıq idi. O böyük bəla işinin bəla xəbərdarlığı idi ki, etməyin. Nəticəsizdir, mənasızdır. Zəlzələlərə həm xronikal, həm ərazisi cəhətdən baxmaq lazımdır ki, harada baş verdi. Bu zəlzələlər təsadüf nəticəsində baş verməyib. Əlbəttə, təsadüf həyatda, dünyada, kainatda yoxdur. Zəlzələnin özlüyünə baxın. Özünü özünə bağlamağı bacarın ki, niyə zəlzələ olubdur və hansı ərazidə olubdur. Məsələn, Mərmərə dənizinə yaxın ərazidəki zəlzələ yaxşı əlamətli sayılmalıdır. Ardınca paçlıq gələcək, ardınca yenilik gəlir. Bax, zəlzələnin mənşələri bunlardır. Düzdür, zəlzələ dərin qatlardan baş verir və əvvəldən heç kim onun harada və nə vaxt baş verəcəyini deyə bilmir. Yer üzündə indi bu saat elə bir maşın, mexanizm yoxdur ki, onu təyinləşdirsin ki, zəlzələ harada və nə vaxt baş verəcəkdir. Deyilənə görə elə bir avadanlıq, cihaz düzəldib və quraşdırıblar ki, o yer təkindən zəlzələnin baş verəcəyi anından 15 saniyə əvvəl yerdən ayrılan elektronların sayəsində xəbər verə bilir ki, bu yerdə, bu ərazidə zəlzələ olacaq. Yaranış kitabından yenə də bir deyimi xatırladım. Zərrələrin hərəkəti azalar, o məkanda azalar. Yer məkanının qatlarında işıqlar azalar. Artıraram. Yer məkanının mərkəzinə işıqlar artıraram. Mərkəzdən işıq artar. O məkana qatlardan işıq artar. Bunun ardınca yenə də bayaq misal çəkdiyim deyimi bir də xatırladıram. Qatlardan zərrələr bir toplumdan hərəkətə gələr. Azad edər. O məkanı qatlardan, qaranlıqlardan azad edər. Yer qatları azad olar. Qaranlıqlardan azad olar. Qaranlıqlar, qaralıqlar yer məkanının qatlarına sirayət edir. Böyük yaradan öz işığından yerin nüvəsinə, onun işıq payını artırır. Nüvədən zəlzələnin baş verəcəyi qatlara bir toplumdan ağ işıq zərrələri axını yaranır. Və öz növbəsində bu qatlardan ağ işıq zərrələri ilə birlikdə elektronlar da hərəkətə gələrək hər ikisi birlikdə yer səthinə axır və ətraflara yayılır. Bu zaman ağ zərrələr deyil, yalnız elektronlar cihazlar vasitəsilə qeyd olunur. Və bundan bir qədər sonra səs sürəti ilə zəlzələ dalğaları yer səthinə çatır və öz dağıdıcılıq işini görür. Sual oluna bilər ki, 10-20 saniyə ərzində böyük bir zəlzələ zonasındakı əhali bunun nəticəsindən qorunmaq üçün nə edə bilər? Düz deyirsən. Bəzi geofiziklər də hesablayırlar ki, qatlardakı süxurların gərginləşmə, tarımlaşma qiymətlərinin dəyişilməsini ölçməklə zəlzələnin yaxınlaşmasını bilmək olar. Və onlar bu sahədə də müvafiq işlər aparırlar. Mən də hesablayıram ki, bu dediyim işlər müəyyən müsbət nəticələr versə də, böyük vəsait hesabına başa gələr. Və hər ölkənin, hər regionun, hər rayonun belə cihazların alınmasına qüvvəsi çatmaz. Ümumi halda isə bəşər bir-birinə ziyan verməməlidir.